Trump bugün hər şeyi pulla ölçür. Trump deyir, pulumu ver. Pulumu vermirsən, mən gedirəm. NATO faktiki olaraq bir blok kimi aradan qalxır, aradan qalxmaq təhlükəsi qarşısındadır. Həm Amerika qoşunlarını Avropadan çıxartmaqla təhdid edir, həm NATO daxilində Yunanistan, Fransa hərbi ittifaq bağlayırlar Türkiyəyə qarşı, İsrail də həmən ittifaqa daxil eləyirlər. Bu, bizim 44 günlük savaş vaxtı ODKB deməli, KTMT faktiki olaraq aradan qalxdığı kimi artıq belə görsənir ki, NATO özü də bir vahid blok kimi kağızda qalıb artıq. 5-ci maddəki onlarda var, qarşılıqlı hərbi yardım. Yəni bir nəfərə hücum, hamıya hücum, xüsusi olaraq ona Türkiyəyə qarşı heç vaxt istifadə olunmuyor. Sadiqlik şeyi vurğulanır o bəyannamədə. Amma bəyannamədir. Yəni Türkiyə hər zaman şikayətçidir ki, o bizə qarşı istifadə olunur.